Baba, İngiltərənin baş naziri Starmer belə bir açıqlama verib ki, dünya geriyə qayıdır. Gerçəkdən də İkinci Dünya müharibəsindən sonra dünyada bir düzen var idi və daha çox liberallıq var idi. İndi isə daha çox geriyə dönüş, yəni o türklər ulus dövləti deyir, yəni milli dövlətlərə qayıdır dünya. Yəni dünyada nə baş verir? Biz geriyə mi qayıdırıq doğrudan da Starmer dediyi kimi? Kimin üçünsə geriyə qayıdış hesab oluna bilər, kimin üçünsə irəliyə gediş. Bizim üçün irəliyə gedişdir, geriyə qayıdış deyil. Niyə? Fərqini izah edeyim. Çünki biz deyilən o liberal və əvvəlcə iki qütblü, sonra tək qütblü dünya düzənində biz torpaqlarımızı itirmişdik. Bizim torpaqlar işğal olunmuşdu və indiki dönəmdə isə biz artıq torpaqlarımızı işğaldan azad etmişik və suveren hüquqlarımızı bərpa etmişik. Cənubi Qafqazda söz sahibi olmuşuq. Yeri gəlmişkən qeyd edeyim ki, postsovet ölkələri içərisində bu tipli konfliktləri həll edən hələlik tək nümunə Azərbaycandır və Azərbaycan bu istiqamətdə böyük uğur əldə edib. Buna görə bizim üçün geriyə qayıdış deyil bu, bizim üçün irəlidir. Amma genəldə baxanda, dünya çapına baxanda hər əsrin ilk 30, 40, 50 ili bu şəkildə təratümlər ilidir və milli dövlətlərin maraqlarını müdafiə etdiyi və bunun üçün çaba göstərdiyi, bunun üçün enerji sərf etdiyi dövrdür. 20-ci əsrə baxın, birinci 40 ilinə baxın, 45 ilinə baxın, birinci, ikinci dünya müharibəsi, 18-ci əsrə baxın, 19-cu əsrə, bütün dövrlərdə bu cürdür. İndi dünya hər əsrin əvvəlində eyni şeyi yaşayır və ondan sonra bir nizam, intizam düzəlir və sakit ikinci 50 illik başlayır. Bu əsr biraz texnologiyalar əsr olduğuna görə insan beyində sürətlə inkişaf etdiyinə görə daha sürətli baş verir və hesab edirəm ki, bu 28-30-cu illərə qədər bu proseslər öz yerini tapacaq və dünya yeni bir düzənə girəcək. Söhbət liberal dəyərlərin, mühafizəkar dəyərlərin və yaxud da qlobal dünya ilə öz sərhədlərinə sıxışmış dünyanın mübarizəsi məsələsi deyil. Söhbət dağılan pərakəndə və ayrı-ayrı güc mərkəzlərinin hamısının öz dəngələrini və yerlərini yenidən müəyyən etmə siyasət kimi dəyərləndirilməlidir. Tutaq ki, SSR dağılandan sonra tək qütblü dünya yaranmışdı və inkişafın rəhnini heç cürə tuta bilmirdilər. Nəyin uğrunda necə mübarizə aparsınlar. Bir müddət İslamı hədəf kimi seçdilər və İslamı ikiyə böldülər. İlmli İslam, radikal İslam və Qərbdə Amerika Birləşmiş Ştatları başda olmaqla Avropa ölkələri də bütün cəbbəxanalarını və müharibə miqyaslarını yaxın şərqə köçürdülər. Orada sanki radikal İslamla bir mübarizə oldu və onun İlmli İslam modeli kimi Türkiyədə hakimiyyətə İslamçıların gəlməsinə maneə törətmədilər, qarşısı çıxmadılar. Niyə maneə törətmədilər dedim? Çünki Türkiyə özü NATO-nun üzüdür və bilirsiniz ki, hərbi sistem mütəmadi orada hakimiyyət dəyişikliyi edib hərbçilər dövlət siyasətinə və yaxud da Amerika Birləşmiş Ştatları ilə eyni kursa malik olmayan hakimiyyətləri dəyişmə imkanına malik idi. Ona da imkan verdilər ki, o iki qütb yaranması istiqamətində bu da bir stimul olsun ki, biz İslama qarşı deyilik, biz İslamın radikal qanadına qarşı. Amma bu effekt vermədi. Rusiyanı böyütdülər. Hara getdi? Qərb özü ilə olaraq Rusiyanı apardı, Suriyaya getdi, Rusiyanı apardı, postsovet ölkələrində demokratik mübarizə oldu, Gürcüstanında oldu, Gürcüstana Rusiyanı gətirdilər, Moldovada oldu, Rusiyanı oraya gətirdilər, Ukraynada oldu, Rusiyanı oraya gətirdilər, Ermənistanda oldu, Rusiyanı oraya gətirdilər ki, Rusiyanı böyütsünlər və süni bir güc mərkəzi yaratsınlar. Çünki dünyanın hədəfində belə bir şey var, xüsusilə Amerika Birləşmiş Ştatlarının və onun da yanında Avropanın düşmənini də dostunu da özün yaradacaqsan, özünü göstərəcəksən və ona qarşı mübarizə aparacaqsan. İndi Rusiya artıq zamanını, dövrünü bitirmiş güclərdəndir. Rusiya indi keçməlidir, dayanmalıdır Amerika Birləşmiş Ştatları ilə bir sırada, yəni orada Amerika Birləşmiş Ştatlarının yançısı olan bir hakimiyyət formalaşmalıdır. Növbəti hədəf Çin olmalıdır və Çinə qarşı da bu istiqamətdə hazırlıqlar gedir. Elə Cənubi Qafqazda baş verən proseslər, Orta Doğuda baş verən proseslər, Rusiya tərəfində baş verən proseslər də növbəti mərhələdə Çini rəqib kimi dünyaya hazırlamaqdan gedir. Bütün yollar hamısı nəzarətə götürülür və müharibələr də budur. Çindən
çıxan 3 yol var faktik olaraq. Biri Qırmızı dəniz vasitəsilə Avropaya gələn yoldur, biri quru yoldur, Rusiyadan çıxıb Avropaya gələn yoldur. Üçüncü isə yeni, əslində əskidir biraz da İpək yolu, amma həm də indiki dövr üçün biraz yeni yol olan Orta Dəhlizdir, Orta Dəhliz projesidir. Bu üç dəhlizin hamısı Qərb, xüsusilə Amerika Birləşmiş Ştatları tərəfindən nəzarətə götürülən yollardır ki, növbəti mərhələdə Çini rəqib kimi dünyaya təqdim etsinlər. Ona görə də dünya düzəni 28-ci ilə qədər bu şəkildə təratümlü gedəcək, bəlkə bir il artıq, bir il əski ola bilər, amma bu dövrdə gözlənilir ki, dünya yeni bir mərhələyə qədəm qoysun və nizam-intizam dünyada öz yerini alsın. Ondan sonra rəqib olacaq Çin, Çinə qarşı güclər birləşəcək. Ondan sonra Hindistanı rəqib seçəcəklər. Hindistan bu istiqamətdə böyüdüləcək. Hindistan Çinlə biraz rəqabət aparacaq. Necə ki, Avropa Birliyidir. Bu məqamlarda Avropa Birliyi biraz müstəqil siyasət yürütməyə çalışırdı. Avropa Birliyi də güc mərkəzindən birinə çevirmək istəyirdi və elə Avropa Birliyinin mahiyyəti də Charles de Gaulle tərəfindən, o vaxtdan fransız Charles de Gaulle tərəfindən qoyulan Avropa Birliyinin modeli də əslində anti-Amerikan modeli idi və Avropa Birliyini güc kimi Fransanın ətrafında birləşdirmək idi. Nəticə etibarilə nə oldu? Fransa və Almaniya öndərliyində Avropa Birliyinin güc mərkəzinə çevrilmə projesini Amerika Birləşmiş Ştatları özü durdurdu. Həm Rusiya vasitəsilə, həm də Qırmızı dənizdən gələn, Avropaya gələn yüklərin bu və ya digər şəkildə əngəlləməsi və yerini göstərdi əslində ki, biz sizlə dostuq, lakin güc mərkəzi olmağa çalışma, bizdən sonra dayan və biz sənə xoş münasibət bəsləyəcəyik. Elə Avropa Birliyindən Böyük Britaniyanın çıxması da əslində Avropa Birliyinin birliyinə qarşı qəbul olunan qərarlarda Böyük Britaniyanın ziyan görməməsi idi. Çünki Böyük Britaniya ilə Amerika Birləşmiş Ştatları elə eyni şey demək.